Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə sınaq 5-in izahına baxacağıq. Ümid edək ki, hər kəs üçün faydalı olar. İlə qoşmasının sinonim işləmiş cümləni müəyyən edin. Biz başqa bir qoşma nümunəsi tapmalıyıq ki, onunla sinonimlik yarada bilək. Biz sudan doyunca içdik. Burada doymaq feilinə unca feili bağlama şəkilçisi qoşulub. Təhlükələrdən zərrəcə qorxum yox idi. Burada cə qoşma olsa da onun sinonimi qədərdir, zərrə qədər. Əvəzliyin mənasına görə, baxın, burada cəcənin sinonimi görə ola bilər. Yol boyunca ağaclar əkilmişdi, yol boyu ilə ağaclar əkilmişdi. Bəli, cavab D. Cavab burada ilə ilə sinonimdir. Duzla çörək qonaq arasında, üzr istəyirəm, duzla çörək qonaq qarşılamada istifadə olunur. Duzla çörəkdə ilə isə nədir? Ümumiyyətlə bağlayıcıdır. Duz və çörək məqamında düşünülür. Ədat işlənmiş nümunələri müəyyən edindir. Bu ki, adi səs deyil, bu xanın səsidir. Ki, burada fikir versəniz, iki cümlə bir-birinə bağlama funksiyasına malik deyil. Ədatdır. Nuru dayı gəyən düzü, biz isə kənd yolu ilə getdik. Nə ilə getdik? Kənd yolu ilə, deməli, burada qoşma var. İsə var, bağlayıcı var və salam. Şəhər də, kənd də yeni rəng alır. Burada dəyərlər nədir uşaqlar? Bağlayıcılardır. Bu indi bizi maraqlandırmır da. Fikir versəniz, burada təsir gücü artırmağa xidmət edib və bunun, deyək ki, bağlayıcı olan dadə ilə əlaqəsi yoxdur. Gəldim ki, nə etdiyinizi görüm. Gəldim ki, burada nədir uşaqlar? Bağlayıcıdır. İki cümləni bir-birinə bağlayır. Doğru cavab 1, 4 olacaq, ədat istəyirsə. Ardıcıllığına görə kinin vəzifəsini müəyyən edin. Dağlar ki, bizimdir. Göründüyü kimi, iki cümləni bir-birinə bağlamır, ədatdır, amma nə ədatı qüvvətləndirici? Siz hələ üzr istəyirəm, qalibiyyətin xoş hissini duymuşsunuz ki, sual ədatıdır. De ki, bilirəm. Burada de və bilirəm. İki cümləni bir-birinə bağlayır və bağlayıcıdır. Deməli, 3, 2, 1, doğru cavab E variantı. Nümunədə işlənmiş əsas nitq hissələrinə aid olmayan sözlərin ardıcıllığını müəyyən edin. Ay sədr, burada ay çağırış nidasıdır, nida. İndiyəcən, cancən qoşmadı sözə birləşik yazılır. İddia edirdik ki, bağlayıcı, qəsəbəmiz çayın lap təhlükəli yerindədir. Lap isə ümumiyyətlə ədatdır. 5, 1, 2, 3 cavabımız A variantı. Güman bildirən modal söz və bağlayıcı işlənmiş cümləni müəyyən edin. Birinci nümunədə bağlayıcımız var, yəqin ki də güman bildirir. Doğrudan indi lap əsəbi olmuşuq. Burada ümumiyyətlə bağlayıcı yoxdur. Bilirsənmi, bəlkə biz də fikrimizi çatdıraq. Bəlkə var, eyni zamanda da bağlayıcısı var. Bəlkə də güman bildirən modaldır. Doğrusu biz bu yerləri yaxşı tanımırdıq. Bəzi problemləri də bilmirdik. Burada bağlayıcı olsa da doğrusu və ya doğrudan nümunələri güman şübhə bildirmir ümumiyyətlə. 1, 3. Cədvələ uyğun olmayan bənd. Elə bil sanki modal sözləri vergüllə işlənmir, düzdür, güyanı da buna əlavə etmək olar. Desə də inanmırdıq. Sasiyədən sonra gələn də həmişə nə idi? Ədat və deyir ədat işlənib, düzdür. Sən çıxdın qarşıma, duzla çörəklə, ilələr burada qoşmadı, həmcinslərə qoşulub, düzdür. Çünki oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu cümləsində bağlayıcıdan sonra vergül olmamalıdır. Çünkidən sonra bəli, vergül olmamalıdır. Çünkidən əvvəl vergül olur, o da cümlə ortasında. Bu elə birbaşa çünki ilə başladığı üçün durğu işarəsi olmayacaq. Doğru fikirdir, amma qabağından yanlış yazıb. Olmaz. Məndə bircə manat pul qalıb cümləsində qoşma işlənib, yanlışdır. Bir burada saydı, C isə ona qoşulan ədatdır. Yanlışın qabağından yanlış yazdığı üçün bu düzdür. Uyğunluğu müəyyən edin. Afər də yeni xəbəri maraqla gözləyirdi. Birazdan gəlir də, gözlə. Deməli, burada də ümumiyyətlə bağlayıcıdır. Burada isə əsasən xəbərdən sonra işlənən də nə olur? Məhz ədat olur.
Deyir ki, fikrin təsirli ifadə olunmasına, bunları düzəldək, bağlayıcı, ədat. Fikrin təsirli ifadə olunmasına kömək edib, təsirlilik yaradan ədatdır. Qoşulduğu sözdə məna çaları yaradan qoşmadır. Verilmiş nümunədə qoşmaya rast gəlmirik. İfadə olunan fikrə münasibət bildirib. Söhbət modaldan gedir, burada modaldan danışılmır. Bağlayıcı olan birdir, ədat olan ikincidir. D, A, E. Altından xətt çəkilmiş sözlər əsasında Eyler-Venn diaqramına uyğun olmayan fikirləri müəyyən edin. Qoysana uşaq işini görsün. Sabir, kitabı yerinə qoysana. Birinci nümunədə verilmiş qoysana nümunəsi nədir? Ümumilikdə bütöv bir ədat nümunəsidir. Burada isə kitabı yerinə qoy. Qoymaq feilinə qoşulmuş sana sənə şəkilçiləşmiş ədatı var. Bir əsas bir köməkçi nitq hissəsidir, səhvdir, qoysana bütövlükdə ədatdır. Burada hərəkət bildirmir məsələsi düz fikirdir. Suala cavab vermir, bunu ortaq yazıb. Qoysana nə etsənə. Burada nə et feildə olduğuna görə suala cavab verir. Vermiş şəklində vermək tamamilə səhvdir. Təsriflənən feil ədatla işlənibdir. Burada düzdür, qoy, feil, deyək ki, təsriflənən feilinə ədat qoşulub, şəxs onluğu işlənmişdir. Burada sana şəkilçiləşmiş ədatdır, hər hansı bir şəxs şəkilçisinə rast gəlinmir. 1, 3, 5 səhv cavabdır. Cümlələrdən birində cacə nitq hissəsi baxımından fərqlidir. Sayın quruluşca 3 növ var. Quruluşuna görə, qoşma, feilin mənasına görə, qoşma, o boyca məndən uzundur, boyuna görə və ya boyla, yəni bu da qoşma. Bunu o məncə bilmir. Məncə sözü burada bütövlükdə modal da ola bilərdi, amma burada vergül qoyulmayıb. Bu məncə mən qədər deməkdir, C qoşmadır. Rəhim indicə həyətə daxil oldu. Buradakı C isə ümumiyyətlə nədir uşaqlar? Ədatdır, zərfə qoşulub. Nidanın isimli amonim olduğu nümunəni müəyyən edin. Ey, bizə yaxşı bax. Ey sözü var burada. Ey sözü elə bir nida olur demək olar. Ax sözü bir axmaq feili, bir də ax, yəni nida. Vay, müdir bilsə işimiz çətin olacaq. Vay sözü həm isim ola bilir, həm də nida ola bilir. İsim olanda o yas yeri, yas mərasimi mənasında iştirak edir. Fəryad mənası da var. Ahın dağlara el oğlu. Burada ümumiyyətlə nida yoxdur. Uyma hər deyilən sözə fikrə, burada da ümumiyyətlə nida yoxdur. Üzr istəyirəm. Şirin həyat nümunəsini gəlin oxuyaq, daha sonra suallara keçid edək. Atamın fikirli olması məni narahat edirdi. Amma alacağım kişmişlərin həvəsi bu narahatlığı aradan qaldırdı. Gölün kənarında oturub onları tək-tək dadını çıxararaq yeyəcəkdim. Atam otağa niyə gəldiyimi anlamışdı. Üzümə baxıb sakitcə gülümsədi. Əlimi əlinin içinə alıb ovucumu kişmişlə doldurdu. Dəhşətə gəldim. Bir ovuc. İlahi, bu kimə bəs edərdi axı? Kaş ki, əllərim daha böyük olaydı. Lap bu otaq qədər. Onda görüm ovucumu necə doldurardın, deyə düşündüm. Atam düşündüklərimi anlamış kimi yanımda oturdu və əlimi buraxmadan dedi. Bax oğlum, həyat da sənin çox sevdiyin bu kişmişlər kimidir. Unutma, bircə dəfə və əlində tuta biləcəyin qədər verilir. Nə az, nə də çox. Ondan doymazsan, amma başqaları ilə bölüşmək də istəyəcəksən. Ona görə də düzgün insanları seçməlisən. Sözlər o qədər sakit və ürəkdən deyilirdi ki, bir anlıq hər şey unudub, var gücümlə atamın dediklərinə qapıldım. Amma başımı aşağı salıb ovucuma baxanda hər şey pozuldu. Qurd, sən mənə qurdlu kişmiş vermisən. Yox, Əli, bu qurd deyil, üzümün çöpləridir. Atam səsimdən diksinmişdi. Mən isə artıq susmurdum. Mən tanıyıram üzümün çöpünü, bu qurddu qurd. Nəhayət kişmişlərin arasındakı balaca qurdu görüb kənara atdı. Alnını ovuşdurub sakitcə gülməyə başladı, dodağının altında lənət şeytana dediyini eşitdim. Çoxumuz da elə sənin kimi edirik, Əli. Həyatın biraz çətinliyini, qurdunu görən kimi onu atıb qaçmaq istəyirik. Amma belə olmaz, onu təmizləmək lazımdır. Sevmək lazımdır, Əli. Onun gülüşündən həvəslənib söhbətə başladım. Ata, mənim həyatım qurdlansa, onu sənə, anama ya da dostlarıma vermərəm. Ən xoşlamadığım adamlara verərəm, özü də demərəm ki, bu qurdludur. Yox, belə etmə. Edərəm, özüm də təzəsini götürərəm, sənin üçün də alaram. Nəyə alarsan, Əli? Biz ki, həyatdan danışırıq.
və mən izah etdim ki, bu bizə bircə ovuc verilir. Bundan artıq götürə bilməzsən. Ona görə də seçimlərini düzgün etməlisən. Bəs başqaları da bizə öz kişmiş həyatlarından verəcəklər? Hə, bəs onlar qurdusunu versə, alma. Bəs məni inandırsalar, alsam, amma sonra bilsən ki, qurdludur, yemədiyin müddətcə çətinlik yaratmaz. Bu söhbət təqribən yarım saat beləcə davam etdi. Həyat haqqında nə qədər çox şey öyrəndiyimin fərqində deyildim. Yaşad olduqca atamın necə haqlı olduğunu anladım. Həyatın şirinliyini əlimizdə tuta bilməsək, bizdən uzaqlaşacağını, onu sevib təmizləyib dadını çıxarmağın özümüzdən asılı olduğunu da yaxşı başa düşdüm. Mətnin məzmununa aid olmayan plan bəndləri. Qurdu kişmişlərin yeyilməsi. Burada görürük ki, həmin qurdlar kişmişlərdən kənarlaşdırılır. Atası tərəfindən kimsə gedib bunu yemir. Narahatlığın aradan qalxması. Burada göründüyü kimi uşaqlar kişmişlərin arasındakı balaca qurd götürüldükdən sonra uşaq daha da sakitləşir və nisbətən atasının söhbətinə qoşulur. Səmimi söhbət ata və oğul arasındakı bu söhbəti demək olar. Övladın qurdu kənara atması. Qurdu kənara atan ata olur, övlad olmur. Bu barədə bilgiyə gəlin baxaq. Nəhayət kişmişlərin arasındakı balaca qurdu görüb kənara atdı. Söhbət atadan gedir. Həyatı sevmək lazımdır. Bəli, bu hissədə biz bu nəticəyə gəlirik ki, həyatı sevmək, həyatın şirinliyini dadmaq və çətinliyinə də sinə gərmək lazımdır. 1-4. Tünd qara hərflərlə verilmiş sözlə eyni mənada işlənmiş ifadənin olduğu nümunəni müəyyən edin. Tünd qara hərflərlə verilmiş ifadəmiz bölüşməkdir. Burada hər hansı bir şeyi və xüsusən həyatı başqaları ilə bölüşməkdən danışır, yəni mücərrəd bir anlayış. Uşaqlar iki qrupa ayrıldı. Düşünə bilərsiniz, uşaqlar iki qrupa bölüşüldü. Bu düzgün olmaz, çünki mətndəki kimləsə nəyisə bölüşmək, kiməsə nədənsə pay verməkdir. Xüsusən məcaz. Sevincimi paylaşmaq üçün dostlarımın yanına qaçdım. Sevincimi bölüşmək üçün deyə bilərik. Cavab B variantı. Mən sağlam buğdaları bir tərəfə, çürükləri digər tərəfə yığırdım. Bu bölüşdürmə prosesinin ümumi cümlə şəklində verilməsidir. Biz əldə etdiyimiz əlikləri dostlarımıza payladıq, dostlarımızla bölüşdük deyə bilərsən, amma bu həqiqi mənada bölüşməkdir, yəni ki, kiməsə nəsə konkret bir şey vermək. Mətndə isə həyatdan danışır. Yaxşı işçi ilə pis işçini fərqləndirmək xüsusi bacarıq tələb edir. Burada ümumiyyətlə bölüşməyə dair nəsə yoxdur. Üzərində rəqəm yazılmış ifadələrdən hansılar məcazi mənada işlənib? Sən mənə qurdlu kişmiş vermisən. İnsanın insana nəsə verməsi həqiqi mənadadır. Unudub. İnsanın nəyisə unutmasından danışır, həqiqi mənadadır. Ondan doymazsan. Doymazsan dedikdə nəyi nəzərdə tutur? Həyatı nəzərdə tutur. Həyatdan doymaq mənasındadır və məcazi mənadadır. Yeməkdən doymaq olsaydı, bu zaman həqiqi düşünərdin. 3 məcazi. Amma alacağım kişmişlərin həvəsi, insanın nəsə alması həqiqidir. İkinci ifadə dəhşətə gəlmək. Evə gəlmək, yurda gəlmək, vətənə gəlmək, bunlar həqiqidir. Dəhşətə gəlmək isə məcazidir. 2 ilə 3 ümumiyyətlə məcazi nümunə olacaq. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Atanın həyat haqqında söhbət açmasının. Biz görürük ki, otağa daxil olur uşaq və atası fikirlidir, bu barədə söhbət açır. Amma nə səbəbə, hansı hadisə buna səbəb olub biz bilmirik. Uşağın narahatlığının aradan qalxmasının səbəbi nədir? Atanın kişmişlərin arasındakı qurdu təmizləməsi. Uşağın əllərinin böyük olmasını arzulamasının səbəbi nədir? Ovucu balaca olduğu üçün onun ovucuna kişmiş aş sığır və nəticədə daha böyük olmasını arzu edir. Uşağın narazılığının səbəbi nədir? Qurdun kişmişdə olması. Atanın fikirli olması isə bunun səbəbini biz bilmirik. 1-5. Kişmişin qurdlu olması, bunun da səbəbini bilmirik. O qurd ora hardan gəlib? Vaxtımı keçib bu kişmişlərin zamanla mı qurdlayıb? Yoxsa o süfrəmizə gələrkən bu hal baş verib? Biz hardan bilək? Mətnin son abzası ilə bağlı doğru fikirlər. Mətnin son abzası buradır, gəlin bir daha oxuyaq.
Bu söhbət təqribən yarım saat beləcə davam etdi. Həyat haqqında nə qədər çox şey öyrəndiyimin fərqində deyildim. Yaşa dolduqca atamın necə haqlı olduğunu anladım. Həyatın şirinliyini əlimizdə tuta bilməsək, bizdən uzaqlaşacağını, onu sevib, təmizləyib dadını çıxarmağın özümüzdən asılı olduğunu da daha yaxşı başa düşdüm. Təsvir üstünlük təşkil edir. Hər hansı bir şeyin təsviri yoxdur. Obrazlı ifadələrlə zəngindir. Bəli, məcazilik çoxdur. Yaşad olmaq, həyatın şirinliyi, asılı olmaq, dadını çıxarmaq, başa düşmək çoxdur. Yəni burada frazem və ya məcazilik. Şərhə üstünlük verilir. Şərhə elmi üslubda üstünlük verilir. Mətn elmi üslubda deyil. Fikirlərin ümumiləşdirilməsi nəticə hissəsinin xüsusiyyətidir və mətnin həmin hissəsi də nəticədir. Ardıcıllığın pozulması yanlışdır. Atanın xarakteri ilə bağlı xüsusiyyətlər nə yaza bilərik? Məsələn, ünsiyyətcil, səmimi, övladcanlı, səbirli, bu kimi xüsusiyyətləri yazmaq olar. Çünki övladı ilə ünsiyyət qurur, səmimidir. Övladını sevdiyi üçün ona nəsihətlər edir və təbii ki, övladının bu cür qurda gedib ilişməsini və davamlı suallar verməsini səbirlə qarşılayır. Bu kimi məsələlərə görə dediyim bu 4 sifəti yazmaq olar. Əvvəlində işarə qoyulmuş ifadəyə əsasən cədvəli tamamlayın. Qapılmaq ifadəsi deyir ki, atamın dediklərinə qapıldım. Qarşılığı nə olar? Uydum, diqqət etdim, fikrimi verdim, aludə oldum. Yəni, onun dedikləri mənim başımı qarışdırır və mən nə oluram? Ona fikir verirəm. Bütün diqqətimi ona verirəm. Siz deyə bilərsiniz ki, mən deyilən yanlış məlumatlara uydum və dostuma acıqlandım. Mətndə çərçivədə verilən sözün yerinə əlavə edilə bilən məcazi mənalı ifadələr. Mən isə artıq susmurdum. Susmaq mənasına gələn və ya susmamaq mənasına daha dəqiq gələn frazemlər. Məsələn, susmayan insan nə olur? Dilotu yemiş olur. Mən isə artıq dilotu yemişdim. Nə bilim, dil boğaza qoymurdum, ağzımı qıfıllamırdım və s. kimi ifadələri yazaraq məcaziləşdirə bilərsiniz. Altından xətt çəkilmiş cümləni mətn üslubuna uyğun təkmilləşdirin. Burada qurdu təmizləmək barədə danışır və deyir, onu təmizləmək lazımdır. Çox təəssüf ki, bu o qədər də samballı bir cümlə seçimi olmayıb və nəticə itibarilə şagirdlər əziyyət çəkir. Özləri arxada yazıb onu şüşə kimi təmizləmək və ya billur kimi təmizləmək lazımdır. İkicə kəlmədən artıq bir şey çıxmayıb. Mən başa düşürəm, bəzən belə qısa cümlələri bədii üsluba uyğun zənginləşdirmək çətin olur. Elə bu nümunələrlə də biz gedəcəyik. Ancaq sizə deyim ki, keyfiyyətli bir cümlə seçimi olmayıbdır. Yəni, bilərlər. Mətnin üslubu əsasında cədvəli tamamlayan fikirlər yazın. Cədvəl nədir? Mətnin üslubunun səciyyəvi xüsusiyyətləri. Yaza bilərsiniz ki, sözün poetik funksiyası, obrazlılıq və ya emosionallıq. Qarşısına nələr yazmaq olar? Məsələn, çox şey. Yaşa dolduqca atamın necə haqlı olduğunu anladım. Həyatın şirinliyini əlimizdə tuta bilməsək, sonra dadını çıxarmağın özümüzdən asılı olduğunu başa düşdüm və s. Bu kimi ifadələri yaza bilərsiniz və ya yuxarıda nəsə varsa, yenə burada da dadını çıxararaq yeyəcəkdim məsələn. Əslində çox şey var, çox frazem, çox məcazi, çox mənalı yazmaq olar. Sadəcə mən məhdud dedim. Davam edək. Çiçəklər Vadisi Milli Parkı. Hindistanın Çiçəklər Vadisi Milli Parkı endemik çiçək çəmənliklərinin müstəsna təbii gözəlliyi ilə seçilən zəngin flora və faunaya sahib yüksək dağlıq ərazidir. Milli Park Qərbi Himalay dağlarının yüksəkliklərində yerləşir və qeyri-adi gözəlliyi ilə məşhurdur. Bu ərazinin təbii gözəlliyini, unikal ekosistemini və biomüxtəlifliyini qorumaq məqsədi ilə 1982-ci ildə Çiçəklər Vadisinə Hindistan Milli Parkı statusu verilmiş və bura Çiçəklər Vadisi Milli Parkı elan edilmişdir. 2005-ci ildə isə park UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Dünyaca məşhur vadi 1931-ci ildə Frank Smyth'ın başçılıq etdiyi bir qrup Britaniyalı alpinist tərəfindən Kamet dağının zirvəsinə qalxarkən aşkar edilib.
Yolda qrup güclü siklona məruz qalmış və hava şəraitindən qorunmaq üçün sığınacaq axtaran alpinistlər təsadüfən inanılmaz gözəlliklə rastlaşmışlar. Gördüklərindən heyrətlənən Frank Smyth 6 həftə vadidə qalmış və İngiltərəyə qayıdandan sonra Himalay təəssüratlarının da əks olunduğu Güllər Vadisi kitabını yazmışdı. Dəniz səviyyəsindən 3658 metr aşağıda qarlı dağ zirvələri, qayalı dərələr, dağ çayları və şəlalələrlə əhatə olunmuş vadi ilin çox hissəsi qarla örtülü olur. Yazda oyanır və iyul-avqust aylarında rənglərin qarışıqlığı və müxtəlif çalarları ilə nəhəng çiçəkli xalçanı xatırladır. Buradakı bitkilərin çox sürətli və qısa böyümə dövrü var. Bəzi bitkilər solan kimi dərhal onun yerində yeniləri görünür, lakin tamamilə fərqli rəng və çalarlarda. Buna görə də Çiçəklər Vadisi çox vaxt canlı göy qurşağı adlandırılır. Musson mövsümündə vadi hər cür çiçəklə örtülür. Parkın ərazisində 600-dən çox subalp və alp bitkiləri bitir, onların çoxu nadir və ya nəsli kəsilməkdə olan növlərdir. Onlardan 31 növ nəsli kəsilməkdə olan, digər 45 növ isə yerli sakinlərin gündəlik istifadə etdiyi dərman bitkiləridir. Çiçəklər Vadisinin faunası da nadir və nəsli kəsilməkdə olan növlərlə təmsil olunur. Burada qar bəbiri, Himalay ayısı, Himalay müşk maralı, sarı boğazlı sansar, mavi qoyun, nahur, Himalay keçisi və 114 növ quş və bir çox kəpənək növləri yaşayır. Dünyanın hər yerindən minlərlə turist yay aylarında təbiətin yaratdığı canlı gül xalçasını öz gözləri ilə görmək üçün Çiçəklər Vadisinə gəlir. Parka gələnlər üçün turizm marşrutu hazırlanmışdı. Vadiyə gələnlər burada gecələyə, düşərgə qura və ya maşınla parkın ətrafında hərəkət edə bilməzlər və hava qaralmadan parkı tərk etməlidirlər. Tünd qara hərflərlə və yazılmış sözün kontekstdəki mənasının şərhini müəyyən edin. Deməli, uşaqlar, burada tünd qara hərflərlə verilmiş sözümüz ekosistem sözüdür. Bu ərazinin təbii gözəlliyini, unikal, yəni yeganə ekosistemini və biomüxtəlifliyini qorumaq məqsədi ilə ekosistem özünə məxsus, belə deyək də, belə bir çevrə düşünək. Bunun özünə məxsus ekosistemi var, sanki dünyadan biraz fərqlidir bu. Necə deyərlər? Burada konkret cavab nədir? Ekosistem sözünün çox mənası düşünülə bilər, amma konkret cavab B götürülüb, ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdiyi davamlı sistem. Yəni, bir xüsusi, sanki ümumi dünyadan fərqlənən bir sistemdir. Orada bitkilər, canlılar, mikroorqanizmalar özləri üçün bir nə qurub, sistem qurub və yaşayırlar öz həyatlarını. Altından xətt çəkilmiş ifadə ilə bağlı düzgün fikirlərdir. Endemik sözünü siz burada müşahidə edirsiniz. Gəlin onun mənasına baxaq. Endemik göründüyü kimi yerli, müəyyən bir yerə xas olan deməkdir. Yəni, ora xas çiçəklərdən danışır. Amma o söz nədir? Terminoloji səciyyə daşıyır və mətnin üslubu üçün, publistik üslub üçün səciyyəvi deyil. Əsasən, bu elmi üslub üçün səciyyəvidir. Xalq dilinə yaxınlıq publistik üslubun ümumi xüsusiyyətidir. İnformativ funksiyalı sözlər haqqında deyə bilərsiniz. Məcazi mənada düşünülə bilməz. Məcazi mənada düşünülə bilməz dedikdə, elə bunu da götürmək olar, çünki o bir mənadadır, tək mənalıdır. Fərdi nitq ünsürüdür demək olmaz. 1, 3, 4, cavab B. Üçüncü və sonuncu abzaslar üçün ortaq cəhət hesab edilə bilər. Üçüncü abzasımız budur. Və sonuncu abzasımız da budur. Vadinin gözəlliyinin insanlara təsiri. Cavab elə A-dır. Üçüncü abzasda inanılmaz gözəlliklə rastlaşmışlar və gördüklərindən heyrətlənən Frank Smyth hətta 6 həftə burada qalıb və kitab da yazıb. Nəticə hissədə də yenə deyir ki, turist yay aylarında təbiətin yaratdığı canlı gül xalçasını öz gözləri ilə görmək üçün Çiçəklər Vadisinə gəlir və nəticədə insanlar bura axın edirsə, deməli, insanlara təsiri də var. A-dır cavab. Mətnin eyni tərkib hissəsidir, səhvdir. Üçüncü abzas əsas, sonuncu abzas nəticədir. Mətnə aid fikirlər ümumiləşdirilir, bu nəticə hissəyə aiddir, 3-ə aid deyil. Bir neçə mərhələ haqqında məlumat verilir.
Bir neçə mərhələ dedikdə biz bunu hansına aid edə bilərik? Göründüyü kimi burada hər hansı bir mərhələdən danışmır. Səhvdir, yəni nəticədə bu yoxdur. Yeni bir məkanın tapıntısı bu üçüncü abzasa aiddir. Frank Smyth'ın tapıntısı. Mətnə aid fikirlərdən yanlış olanı müəyyən edin. Çiçəklər vadisinin heyvanlar və bitkilər aləmi unikaldır, bu düzdür, özünə məxsusdur. Kamet dağının zirvəsinə qalxarkən çiçəklər vadisini görmək mümkündür. Bəli, onsuz da elə Frank Smyth 3-cü abzasda deyir ki, belə tapıb. Beynəlxalq səviyyədə tanınır, bəli, hətta onun adı UNESCO-nun xüsusi kitabına düşüb. İlin bütün fəsillərində vadidə güllərin gözəlliyini görmək mümkündür. Səhvdir. Əvvəla yay aylarında bu mümkündür. Eyni zamanda burada da belə bir məsələ var. Xüsusən yazda, yayda bura gəlmək mümkündür və burada bunları görmək mümkündür. Frank Smyth indiki turistlərə icazə verilməyən bir şeyə nail olub. İndiki turistlərə icazə verilmir nə? Burada qalmaq. Amma Frank Smyth deyir ki, 6 həftə vadidə qala bilib. Mətnə görə cədvəli tamamlayan fikirlər. Belə hökm vermək olar. Frank Smyth vadinin park olmasına nail olub. Yəni, belə bir nəticəyə gələ bilmərik axı. Ondan sonra bəlkə neçə hadisə baş verib ki, sonra bu qərara gəliblər. Frank tapdığı deyə oranı park mı yeyəcəklər? Hindistan dövləti parkdakı biomüxtəlifliyi qorumaq üçün tədbirlər görüb. Bəli, əvvəla insanların giriş-çıxışında məhdudiyyətlər qoyub. İkinci, oraya Milli Park adı verib oranı qorumağa çalışıb. Vadi Himalay dağının ətəklərindədir. Bu düzdür. Bunu ehtimalın altından yazıbsa götürə bilmərəm. Kəskin iqlim və təhlükəyə görə vadidə gecələr qalmağa icazə yoxdur. Bunu ehtimal edə bilərik. Ümumiyyətlə, vadidə gecələr qalmağa icazə olmaması burada deyilir. Amma səbəbi yazmayıb. Səbəbini isə özümüz ehtimal edə bilərik. Tünd qara hərflərlə yazılmış hissə əsasında cədvəli tamamlayın. Deyir, çiçəklər vadisi həmişə diqqətdə saxlanılır. Tünd qara hərflərlə yazılmış hissə haradır? Buradır. Düzdürmü? Diqqətdə saxlanılır. Ancaq burada diqqətə aid heç bir şey yoxdur axı, bircə dəqiqə. Deməli, uşaqlar, mən baxdım. Burada ümumiyyətlə müddəa fakt xanasını tünd qara hərflərə baxmadan doldurmalıyıq. Çünki cavabda problem yaranır və nəticə etibarilə siz gərək boş qoyasınız. Burada bir daha deyirəm. Deyir ki, çiçəklər vadisi həmişə diqqətdə saxlanılır. Biz bunu sübut eləməliyik. Düzdürmü? Necə? Nə ilə bilək bunu? Məsələn, burada qeyd olunan bilgilərə əsasən yaza bilərsiniz ki, təbii gözəlliyi qorumaq məqsədi ilə 1982-ci ildə Milli Park statusu verilib və ya UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Eyni zamanda son hissəyə uyğun olaraq deyə bilərsiniz ki, deyək ki, Hindistan hökuməti bu biomüxtəlifliyi qorumaq məqsədi ilə giriş və çıxışlarda məhdudiyyətlər qoyub. Yəni, orası biraz ehtimal kimidir, ancaq mən ilk ikisini yazmağınızı daha tövsiyə edirəm. Çiçəklər vadisinin rolunu müəyyən edərək yazın. Əhalinin yaşayışında və ölkənin həyatında ölkədə nə kimi bir, deyək ki, xeyri var? Əvvəla yaza bilərsiniz ki, dünyanın hər yerindən minlərlə turisti özünə cəlb edir. Yəni, ölkə iqtisadiyyatına qatqısı var. Əhalinin yaşayışı barədə belə bir fikir var. Deyir ki, digər 45 növ isə yerli sakinlərin gündəlik istifadə etdiyi dərman bitkilərdir. Yaza bilərsiniz ki, burada olan floradan istifadə olunur, əhali burada olan dərman bitkilərindən istifadə edir. Qarşısında işarə qoyulmuş sözlərin şərhini yazın. Birinci söz statusdur. Status rəsmi addır, məsələn, ad rəsmi ad demək olar. Digər ifadəmiz isə sığınacaqdır. Sığınacaq yerinə daldalanacaq ifadəsini yazmaq mümkündür. Mətnin tünd qara hərflərlə verilmiş abzasında düzəlişə ehtiyacı olan cümləni müəyyən edərək qüsuru aradan qaldırın. Düzəliş nədir uşaqlar? Cəmi bir cümlə, o da aşağı sözü. Deyir ki, dəniz səviyyəsindən 3658 metr aşağıda qarlı dağ zirvələri. Dağ zirvəsi yuxarıda olur. Deməli, bu da onunla əhatədirsə, yuxarıda olmalıdır. Həm də yuxarıda belə bir fikir var. Deyir ki, flora və faunaya sahib yüksək dağlıq ərazidir. Yüksək dağlıq ərazi. Dağlıq ərazidirsə onun aşağıda nə işi var? Deməli, dəniz səviyyəsindən yuxarıda və ya yüksəkdə olmalıdır.
Sadəcə o ifadədə, o abzasda problem yaradan onu yüksəkdə və ya yuxarıda sözü ilə dəyişə bilərsiniz. Mətnlərin üslubi xüsusiyyətləri əsasında əsas mətnimiz publistik üslubdadır. Burada qeyd olunan mətni oxuduqda faiz işarəsinin istifadəsi, dağ məsələlərindən danışma, dağın nə olmasından danışma, bunlar elmi üsluba gətirib çıxarır. Deyə bilərsiniz ki, sözün terminoloji funksiyasından istifadə olunur, mürəkkəb cümlələr modallıq əsasdır və yaxud da yaza bilərsiniz ki, ən sadə deyək ki, müəyyən cədvəllərdən, sxemlərdən, qısaltmalardan istifadə olunur. Ortaq fikir. Hər ikisi funksional üslub nümunəsidir. Hər ikisi ədəbi dilin normasına tabe olmalıdır. Olur yox, olmalıdır. Əsas mətn sözün informativ funksiyasından istifadə olunur, müxtəlif mövqe və maraqları təmsil edir. Bu qədər sadə.